Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdehu la şərikə ləh və yətəvəllə salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluh. Və sallallahu aleyhi və səlləmə salətən və sələmən imeyni mütələzimeyni lə yevmiddin. Əmmə bə'd. Allahümmə ənfa'in mə'əlləmtənə və allimnə mə yənfa'an və zidni ilmə. Sonra Şeyx İbn Teymiyyə rahiməhullah rəhmətən vəsiə gətirir ki, və huvəl imanu billahi. İmanı gətirir ki, öncə iman nədir? Birinci Allaha iman. Və sonra onun şərtlərini gətirir. İmanın əsas nədir? Şərtlərini. Allaha, mələklərinə, kitablarına, rasullarına vəl-bə'si bə'dəl-məvd. Öldükdən sonra dirilişə. Öldükdən sonra dirilişə. Vəl-imanu bil-qədəri xeyrihi və şərrihi. Sonra nə gətirir? İmanın qədərə, onun xeyrinə və şərrinə iman gətirmək. Demək, bu nədir? Əsaslardır. İmanın əsas şərtləridir. Təbii ki, bundan furuları da var. Nəyləri? Furu. Furu dedikdə nəyi? Qolları və ya budaqları da var. Bu nədir? Əsasdır. Məsələn, deyir ki, mələklərə iman, ümumi. Məsələn, biri deyir ki, yox, mən bütün mələklərə inanıram, 4 dənə mələyə yox. Artıq bu nədir? İmandan çıxır. Yəni, iman gətirmiş, tam şəkildə nədir? Olmur. Artıq bunu bildirmək lazımdır. Və ona görə bunlar nədir? Ümumi əsaslardır. Bunlar əsaslardır. Hədil əqidətu əs-salih lənən nəbi sallallahu fi cəvabil Cibrilə xinə səələ nəbi sallallahu aleyhi və səlləm məl-İslam və məl-iman və məl-ihsan. Mətə sə'a fəl-imanı qalə ən tu'minə billəh və mələikəti və kutubi və rusul və yevmil əxir və l-qadarı xeyr və şərri. Deyir ki, bu imanın əslidir. Az öncə bildirdiyimiz kimi imanın dediyi nədir? Əslidir. Dəlil olaraq deyir, o vaxtı Cibrail əleyhissalam gəldikdə hansı formada? İnsan formasında. Gəldikdə və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ondan soruşduğu deyir, əsaslardır. Orada deyəndə ki, məl-İslam, İslam nədir? Orada neyniyir? Açıqlayır. Və sonra deyir, və məl-iman, iman nədir? Orada artıq deyir ki, imanın əsasları budur. Və buradan da deyir, götürülən dəlil odur ki, imanın nəyi var? 6 əsası və 6 nəyi? Şərti var. Əl-imanu billahi, yəni əsas olan Allaha iman gətirmək nədir? Nə deməkdir? Çox insanlar var, deyir ki, mən də tək Allahla qəlbin düz olsun, yəni ki, ürəyin Allahla düz oldu, bəsdir. Bunu imandan görürlər. Lakin bu nədir? İmandan, əsasından deyil. Yəni, bununla kifayətlənmir. Təbii ki, insan qəlblə ixlaslı olmalıdır. İmanda nədir? İxlaslı olmalıdır. Amma nədir? Bununla bitmir. Yəni ki, sən ibadət etmə və sər və iləx və denən ki, qəlbim Allahla düzdür. Bu nədir? Uyğun gəlmir. Bunlar nədir? Ziddir bir-birinə. Əgər iman gətirmisənsə də, Allahın əmrlərində yerinə yetirib qadağalarına nədir? Çəkinməlisən. Əl-iman fil-lüğəti yəqul kəsir minən-nəs innəhu təsdiq. فصدقت وآمنت معناهما لغة واحدا وقد سبق لنا في تفسير أن هذا القول لا يصح بل الإيمان في اللغة الإقرار بشيء أن تصدق به دليل أنك تقول آمنت بكذا وأقررت كذا وصدقت فلانا ولا تقول آمنت فلانا. Deyir ki, lüğəti mənası imanın İnsanların çoxu bunu təsdiq olaraq nədir? Qəbul edir. İman deyirik ki, yəni kimi dindirsən ki, iman nədir? Nədir? Dillə demək, qəlblə nə deyirsiniz? Amma əslində nədir? Hamı elə deyir, təsdiq deyir. Və əl-əməlu bil-cəvarih. Yəni, əməllərdə də nədir? Göksə əl-imanu qavlu bil-lisən və təsdiqu bil-qalb vəl-əməlu bil-cəvarih. Dillə demək, qəlblə təsdiqləmək və əməldə görsətmək. Əslində, qəlblə təsdiqləmək bəzi alimlərə görə düzgün deyil. Düzgün deyil. Məsələn,
deyir ki, Əbu Talib Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərliyini təsdiqləyirdi. Təsdiqli yoxsa yox? Deyir ki, belə bir Peyğəmbər gələ təsdiq. Lakin bu təsdiq imandırmı? Əgər təsdiq imandırsa, onda Əbu Talib iman gətirir. Hafizlər düz deyir. Demək, təsdiq iman deyil. Nə deməksən? Əl-iqraru bil-qalb. Qəlblə nə eləmək? İqrar etmək. Qəlblə iqrar etmək və yaxud ki, deyirsən ki, dillə deyib və qəlblə iman gətirmək. Ancaq Şeyx Səmin Rahiməhullah şərh edərək deyir ki, deyirsən ki, qəlblə təsdiq gətirib iman edirəm və əməldə göstərirəm. Bu, iman edirəm nədir? Deyilməlidir. Və iqrar edirəm. Qarrara nədir? Yəni, onu orada neynəm? Yerləşdirirəm. İqrar edirəm ki, bəli, bu iman, mən yəni Allaha qəlbimlə nədir? İqrar etdim və iman gətirdim. Təsdiq sadəcə bəzi lüğətçilərə görə qəsd olunan orada iqrardır. Bəzilərinə görə. Yəni ki, iqrar iman mənası daşıyır. Bu cür deyənlər nədir? Var. Və ona görə də Şeyx Kəsib bəzən insanların çoxu deyir, bunu bu cür deyirlər. Lakin bizdə olan təfsirə görə bu söz düzgün deyil. Şeyx Hüseymin gətirir ki, وَقَدْ سَبَقَ لَنَا فِي التَّفْسِرِ Hansı ki, biz deyib, bunun təfsirini deyil, nədir? Keçdik. أَنَّ هَذَا الْقَوْلَ لَا يَسِحْ Bu söz deyil, nədir? Düzgün. Bu qovul nədir? Düzgün deyil. Əsil nədir? Nədir? Əl-iqraru bi şeyin an təsdiqihi Yəni, bir şey iqrar etmək, hanı təsdiqdən öncə, yəni təsdiqdən ötə nədir? İqrar etmək lazımdır. Və ona görə də gətirir ki, dəlil olaraq sən deyirsən ki, əməntu bikəzə iman gətirdim və təsdiqu və əqrartu. Yəni, bir şeyə iman gətirdim deyildikdə orada iqrar etdim qəsd olunur. Hətta iqrar sözünü deyirsən. Deyirsən ki, qəlblə iman gətirdim. Onun içində nə var? İqrar var. Və eyni zamanda nə də var? Təsdiq də var. Amma mübaşirətən birbaşa təsdiq edirəm demək nədir? Səhih deyil. Səhih deyil. Ona görə bu iman məsələsində biraz nə olmaq lazımdır? Diqqətli olmaq lazımdır. Yəni, iman dedikdə dillə demək, qəlblə iqrar etmək və ya iman gətirmək və əməllərdə göstərmək. Məsələn, deyirsən ki, bir insanı təsdiqləyirəm. Deyirsiniz də, bir insan bir nəsələ bir söz deyir, deyirsən təsdiqlədim. Elə deyilmi? Təsdiqlədim onun dediyini. Ona deyə bilərsən ki, iman gətirdim ona. Və onda təsdiq nədir iman ola bilər? Məsələ aydındır. Yəni, bunu heç belə dərinə də getməsək, yəni belə dini baxımından da yəni belə çox aşılamasaq, adi bir məsələ. Bir dostun gəlir, bir söz deyir, deyirsən, məsələn, təsdiqləyəm bu məsələdə. Yaşarı təsdiq imansa, deyə bilərsən, mən bu məsələdə iman gətirdim. Kifayət elə yəni bunu nədir? Araşdırmana görə də şeyx gətirir ki, bu təsdiq imansa, onda sən bunu iqrar eləyəsən, bu cür deyərsən. Amma nədir? Şəriət buna icazə vermir və yaxud da demsən, yoxdur elə bir şey. Ona görə təsdiq iman nədir? Daşımır. Amma iman deyirsən ki, iman edirəm, bunun içərisində iqrar da var. Belə götürdükdə artıq təsdiq də var. Amma mücərrad təsdiq demək nədir? Səhih deyil. Əksər alimlərə görə nədir? Səhih deyil. İzən, fəl-imanu yetədəmmən mə'nə zəidən alə mücərrad təsdiq. Yəni, iman özündə tələb edir və ya əhatə edir təsdiqi mücərrad olaraq. Yəni, mücərrad olaraq, yəni, iman dedikdə içində təsdiq də var. وهو الإقرار والإعتراف مستلزم لقبول الأخبار والإذعان الأحكام. İqrar isə, iqrar deyirsən ki, mən iqrar edirəm bu məsələni. Dilimlə deyirəm və qəlbimlə iqrar edirəm deyildikdə bu bir neçə əsas özündə cəm edir. Təsdiq deyəndə eləmir. Amma iqrar dedikdə bir neçə məsələni özündə neyinir? Cəm edir. Bir, əl-i'tiraf. Etiraf. Etiraf edirəm ki, Rəbbimə iman gətirdim. Buna etiraf edirəm. İki, müstəlzimu.
Yəni ki, vacib olan, əsas olanlar. Gələn xəbərləri, Allah Subhanahu taala isimləri, sifəti və s. və Allahdan gələn xəbərləri. Həmçinin itayəti id'an, yəni id'an, yəni itayətləri və həmçinin əhkam, hökmləri. Gör nə qədər şeyi iqrar məsələsində deməklə nədir? Cəm etdin. Amma təsdiqdə bunu edə bilməzsən. Ancaq Şeyx Səymi rahiməhullah gətirir ki, sən əgər və huvə iqraru desən, və huvəl i'tiraf, itiraf edir. Vəl-müstəzun bil-qubul li-əxbar, əxbərin, gələn xəbərlərin deyib məqbulluğuna dalalt edirsən, yəni qəbul edirsən, Allahdan gələn bütün xəbərləri. Və həmçinin iz'an, yəni itayəti boyun əyliksən, hansı ki, zəlil olaraq, tabi olaraq, zəlil olaraq, həmçinin əhkamları qəbul edirsən. Tabi olaraq ki, yəni bu etməsəm bunu, bu məsələdə Rəbbimə iman gətirməsəm, əgər Rəbbimə iman gətirməsəm, bunun hökmü nədir? Bunun hökmü nədir? Yəni, təfsilata getmirik. O hökmü həmçinin iqrar etdikdə qəbul edirsən. Qorxu olsun, təqva, hamısının, yəni məhəbbət, yəni ki, bu hökmlər ki, məsələn, qorxu, iman gətirmərsən, nə ola bilər? İnsan kafir ola bilər, nəsə, kafir ola bilər, iman gətirmirsə kafir olur. Yəni, bundan, bu əhkamlardır bunların hamısı. Neyniyir? Artıq qorxudan, Rəbbindən qorxudan çəkir, o əhkamları qəbul edir və iman gətirir. Ancaq iqrar bunun hamısının içində neynir? Əhatə edir. Aydın oldu mu məsələ? Və sonra gətirir ki, Həzəl imanu əmmə mücərrad ən tu'minə bi ənə Allah mövcud və həzə leysə bi iman. Və bir qism gətirir ki, mən iman gətirəmsə Allah mövcuddur. Bitdi. Bu iman deyil. Bu iman deyil. Yəni, çoxlar deyir ki, Allah mövcuddur. Bəzi müşriklər deyir ki, Allah var. Elə deyilmi? وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتُ وَالْأَرْضَ لَيَقُولُونَ اللَّهُ. Onlardan soruşsan ki, yeri göy kim yaradıb? Deyəcəklər, Allah, ayə var. Lakin desən ki, bu suyu kim verir sənə? Deyəcək ki, Zevs. Gördün? Amma uluhiyyətə gəldikdə neynədir? Umumidən çıxdı, başladı şiş qoşmağa. Və bütün rəsulların da gəlmə səbəbi əsasən nəyin üzərindədir? Tək Allahlığa. Rububiyyət yox ha, uluhiyyət üzərinə. Rububiyyətə gələn ayə var, hamısı nədir? Təsdiqləyir. Allah. Amma deyəndə ki, hansı, necə? Rəbb deyəndə, Allah deyəndə nə qəsd olunur? Nə fikirlərsən? Deyir ki, hər şeyimizin, özümüzün Allahı var, ilahı var. Məbudu var artıq. Aydın o ruhisi biri, su verəni biri, nə bilim, çörək verəni biri. Artıq bölünür. Ona görə şeyx gətir, mücarrad Allaha iman gətirmə, o iman deyil. Və həzə leysə bil iman, bu iman deyil. Hatta yakun həzəl iman müstəzim bil qubul fil əxbari və l-idani fil əhkam və ilə leysə bi iman. Bunlar deyir nədir? İmandansa. İman deyir, əsasən gətirdinsə də, təkcə mən deyirsən ki, Allaha iman gətir, mücarrad olaraq iman gətirdim Allaha, qalan şeylər yox. Yəni, peyğəmbərlər maraqlı deyil. Bu gün Quranilər deyir ki, mən bir dənə Allaha, kitabına, qalan heç nə maraqlı deyil. Bəziləri, məsələn, deyir ki, deistlər var, təkcə Allah, qalan heç nəyi qəbul etmir. Və yaxud da ki, bir qisim gətirir ki, peyğəmbərləri başqa cür qəbul edir, Allah qəbul edir, bir dənə Muhammed Peyğəmbər s.ə.v qalanı qəbul etmir. Bunlar deyir, artıq iman deyil. Sən fikirləşmirsən, mən Allah iman gətirmişəm, axı, Peyğəmbər qəbul eləmirəm də. Burada nə var? Xeyr. Bu artıq nədir? İman deyil. Əgər sən Allaha iman gətirdinsə, öncə nələr var idi? Dedik, saydıq əhkamlar, Allahdan gələn xəbərlər, əmirlər, bunlar neynəməz? Əgər yerinə yetirmisənsə də sən Rəbbinə necə iman gətirdin? Ona görə gətirir ki, Şeyx Səymi rəhməhullah mücarrad iman gətirmişəm ki, deyir Allaha, mücarrad o iman deyil. Əgər iman gətirirsənsə də deyir, bu əsasları özündə cəm etməlisən. 1. Əl-imanu bi-məvcudihi əzzə və cəllə. Birinci, Allah Subhanə və Teala'nın mövcudluğuna, varlığına iman gətirmək. 1. Allaha iman gətirsənsə də, bu 4 şeyi özündə cəm eləməlisən. Bayadda saxlayın. Allaha iman gətirmisənsə də, bu 4 şeyi özündə cəm eləməlisən. 1. Mücarrad, yox, ümumi gətirirsən ki,
Allah Subhanahu və Taala'nın varlığına, mövcudluğuna iman gətirmək. 2. Əl-imanu bi rububiyyətihi. Onun rububiyyətinə, yəni Allah Subhanahu və Taala'nın yaratdığı hər bir şeydə onu təkləşdirirsən. Aydın oldu mu? Bu 2. Yəni bu rububiyyətdə onu təkləşdirirsən ki, Allah hər şeyi yaradıbdır. Hər şeyi yaradan, xaliqi olan Allahdır. 3. Əl-imanu bil-infiradi bil-uluhiyyə və həmçinin deyir, onu ibadət tövhidində də təkləşdirirsən. Demək, neçə oldu? 3. Və həmçinin 4-cü isimləri və sifətləri. Onda nədir? Təkləşdirirsən. Onda Allah iman gətirirsən artıq. 1. Allahın mövcudluğuna. 2. Rubbiyyətə. 3. Uluhiyyətə. 4. Əsmə sifətə. 1. Allahın mövcudluğunu. 2. Allah təkdir. 2. Rububiyyət. 3. Uluhiyyət. 4. Əsmə-u sifət. Aydın oldu mu? Bəziləri tövhidin neçə qismini gətirir? 3 qismini. Bu, imanın şərtləri Allaha, mələklərinə, kitablarına, rasullarına, axirət gününə, qəza və qədərə. Bunların içində birinci nəyi danışırıq? Allaha iman. Allaha iman özü neçə qismə bölündü? 4 qismə. Hansı oldu? Allahın mövcudluğuna, rubiyyət, uluhiyyət, əsmə sifət. Yadda oldu? Soruşacağım. Sonra gətirir ki, lə yumkün ən yətəhəqqəqəl iman illə bizəlik. Mümkün deyil ki, bu şey özündə cəm olmadığı halda sən iman gətirmiş olarsan. Kamillikdən getmir ha söhbət. Hələ naqis kamillikdən söhbət edir, iman gətirmişsən artıq. Yəni sən deyirsən ki, uluhiyyət tövhidi mən inkar edirəm, qalanını qəbul edirəm, nətər iman gətirə bilərsən Allaha? Deyirsən, isimlərin, sifətlərini qəbul etmirəm Allaha, amma iman gətirmişəm. Mümkün deyil. Və yaxud da ki, rubiyyətini inkar edirsən, qalanını qəbul edirsən. Mümkün deyil. Yəni, 4-ü elə bir şeydir ki, birini tərk etsən, Allah iman gətirmişsən. Hər bir halda, nədir? Təslim olmuşsan, müsəlman deyilsən. Hələ kamillik bir tərəfə dursun. İman gətirməyibsən. Ona görə də şeyx gətirir ki, rahiməhullah, lə yumkün ən yətəhəqqaqa, mümkün deyil ki, sən haqlaşdırarsan imanı bunsuz. Mümkün deyil. Aydın oldu bu? Fəmən ləm yu'min bi vücudillahi fəleysə bi mu'min. Və mən əmənə bi vücudillahi lə bi infiradihi bi rubiyyəti fəleysə bi mu'min. Və mən əmənə billəh və infiradihi bi rubiyyəti lə bi uluhiyyəti fəleysə bi mu'min. Və mən əmənə billəh və infiradihi bi rubiyyəti və uluhiyyəti ləkinə ləm yu'min bi əsməyi və sifəti fəleysə bi mu'min. Və in kənə əxir fihi yuslibu anhul iman bil kulliyyəti və fihi yuslibu anhu kəməli iman. Yəni, öncə dediyimiz kimi, bunlardan birini ixtisar eləyərsənsə, çıxardarsansa da nədir? İman gətirməmsən. Lakin, bunların haqqını verərək, bunların haqqını yerinə yetirərək, artıq deyir, bütün kulliyyətlə iman gətirmiş olarsan. Bunların hamısının haqqını verdiyin halda. Amma bunları vermədiyin halda artıq sən nədir? İman gətirmiş olmazsan. Yəni, məsələ ona görə də nə deyişik? Çox nədir? Mühimdir. Sonra gətirir ki, əl-imani bi vücudihi. Yəni, iman gətirmək onun mövcudluğuna. Onun mövcudluğuna deyəndə damir hara qayıdır? Allaha. Demək, İndi ayrıca Allahın mövcudluğu, varlığı haqqında şeyx ayrıca bab açır. 1. İmanın şərtləri. Allaha iman. Allaha iman nədir? Böldü 4 qismə. Başdakı nədir? Birinci, Allahın mövcudluğuna iman. Allahın mövcudluğuna olan imanı artıq neyini? Geniş bir şəkildə bab açaraq nədir? Şərh edir. Bu da böyük bir dərsdir. Burada kifayətlənək. Gələn dəfə onu nədir? Götürsə xeyli nədir? Vaxt sərf olunacaqdır. Onun üçün geniş şəkildə gələn dərs Allahın izinə götürəyik. Allah subhanahu bizə istifadələrdən etsin. Subhanəkə Allahum həmdik. Əşhədu ən la ilahə illə ənt əstəğfirukə və ətubu ileyk.